Salam xanımlar, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bugün sizinle ev usulü kakaolu pudingi necə hazırlayıram, onun reseptini bölüşürəm. Öncelikle pudingimizi pişirəcəyimiz qazana unu, kakaonu ve vanili ələkdən keçirdərək əlavə edirik. Ərzaqların tam olaraq miqdarını açıqlama bölməsində qeyd edəcəm. Oradan rahatlıqla oxuyub hazırlaya bilərsiniz. Daha sonra şəkəri və südü əlavə edib yaxşı-yaxşı qarışdırırıq və orta ateşdə əlimizi çəkmədən qatılaşana qədər bişirmək lazımdır. Bu mərhələdə diqqətli olmaq lazımdır ki, un və kakao yumru formada qalmasın. Bunun üçün isə əlimizi çəkmədən bişirmək lazımdır. Pudingimiz qatılaşıb bişdikdən sonra bir xörək qaşığı kərə yağı əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Və budur, artıq kakaolu pudingimiz hazırdır. Həqiqətən hazırlanması çox asan, dadı isə çox gözəl alınır. Və kakaolu pudingi sadə yeməkdən əlavə istəsəniz tortlarınızda, şirniyyatlarınızda, desertlərinizdə rahatlıqla istifadə edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, fikirlərinizi bizimlə bölüşməyi və videomuzu bəyənməyi unutmayın. Hələlik!